Əbdülrəhim bəy Haqverdiyev. Mirzə Səfər. Ağ çuxalı, ağ arxalıqlı, 2 üzlü buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbat-ı vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü rus dilinə tərcüm eləyərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün 2 vasitə lazımdır. Xəlvət otaq və bir şüşə şərab. Şərab içəndən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdı. Qafiyə tapmaqda çətinliyə uğradıqca 2 dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab əlbəttə gərək qırmızı olsun ki, yarın dodaqlarını oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o bir tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtaşdırıb, özünə bir laubali sifət verib aynaya baxdı və dedi: "Afərin Səfər, indi xalis şairsən." Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri qızarıb. Daha şairliyinə şəkk ola bilməzdi. Stolda əyləşib qarşısına bir vərəq kağız qoyub qələm götürdü. 4-5 dəfə qələmə mürəkkəbə batırandan sonra durub otaqda 1-2 baş gəzindi. Hərçi fikir etdisə şeiri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib qələmə alıb gözəl xətlə yazdı: "Darvazamızı fələk vurubdu." Mirzə Səfər hərçi çalışdısa, 2-ci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi. Mirzənin atasının evində saat 1-də nahar yeyilirdi. Bu dəfə saat 1 oldu, 2-dən adladı, Mirzə nahara gəlmədi. Atası təşvişə düşüb otaqdan çıxdı. Oğlunun pəncərəsinin yanından ötərkən nə gördü? Oğlunun sifəti nar tək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır. Otaqda o baş bu başa dayanmadan yüyürür. Hərdən bir otağın ortasında dayanıb, ayaqlarını hirslə yerə çırpıb deyir: "Darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu." Atası qapını açıb otağa daxil oldu. "Ay oğul, bu nə halətdir səndə?" Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: "Darvazamızı fələk vurubdu." Yazıq kişi yəqin elədi ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb kağızda yazı görüb oxudu: "Darvazamızı fələk vurubdu." Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb. Divanəli haləti yoxdur. İrəliyib oğlunun boynundan yapışıb dedi: "Darvazamızı fələk vurubdu. Sən tək bir şuuru mənə veribdi. Gəl axmaq balası, naharını zəhirmarlan. Nə qədər məndən şair oldu, o qədər də səndən olar." Oğlunu otaqdan çıxardıb apardı nahara. Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul elədi. Ancaq cavab verdi ki, qızın ixtiyarı atasının əlindədir. Atası gələr, söylərəm. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil. Bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz. Axşam kişi ilə danışıb cavab göndərərəm. Mirzənin anası xatircəm evə qayıtdı. Qız qapının dalında durub danışığa qulaq asırmış. Anası qonağı yola salıb qaydanda qızını gözü yaşlı görüb xəbər aldı. "Ay qızım, nə olub sənə? Niyə ağlayırsan?" Qız cavab verdi: "Anacan, danışdığınızın hamısını eşitmişəm. Məni atamın başına çevir, qurban kəs. Məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə." "Ay qız, Səfər necə oğlandı? Niyə xoşuna gəlmir?" "İstəmirəm anacan, qurbanın olum." "Hələ bir şey yoxdur. O almadı, biz də vermədik. Bəlkə heç atan razı olmayacaq." Səfər doğrudan da qızların xoşuna gələnlərdən deyildi.
Fəqir, baş aşağı bir oğlandı. Vurub yıxan deyildi. Belinə tapanca bağlayıb, əlini belinə, papağını gözünün üstünə qoyub gəzməzdi. Bircəklərini qotaz daramazdı. Papiros çəkməzdi. Aşurada başını yarmazdı. Qaməti də mövzun deyildi. Belə adamları qızlar sevməzdilər. Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl elədi. Kişi biraz fikir eləyib dedi. Arvad, Səfər pis oğlan deyil. Atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, gərək 2 ev saxlayaq. Qızımızı bir elə yerə verək ki, bir parça çörək yeyib bizə möhtac olmasın. Axır onlar bizdən cavab gözləyəcəklər. Bir gün gözləsinlər, eyb eləməz. Sabah bir dükan qonşum Hacı Əbdüləzimə də məsləhət eləyim. O bir ağıllı, dünya görmüş kişidir. Səhər qızın atası Hacı Əbdüləzimin dükanına keçib keyfiyyəti söylədi. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi. Kişi, məgər sən öz qızının düşmənisən? Mənim bir kör pişiyim olsa, onu da səfərə vermərəm. Oruç tutmaz, namaz tanımaz, bir dəfə məscidə getməz. Hətta deyirlər, axşamadək erməni bazarında şirəxanada oturub çaxır içir. Gecə də evə piyan gəlir. Əgər mənim yanıma məsləhətə gəlibsən, mən məsləhət görmürəm. 2 gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə kiçik qızı atası heç kəsə verməyəcək. Keyfiyyət Səfərə təsir edib onu naxoşluğa salır. Atası oğlunun halətini görüb dedi. Ay bala, niyə xiffət eləyirsən? Özün bilirsən ki, biz kasıbıq. Qovm əqrabamız və möhkəm arxamız yox. Bizə qız mı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşı budur, get piyadə, Qurbanlıda bir neçə gün dayının evində qal, havan dəyiş, bəlkə bu sövda da başından çıxa. Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü hardansa adına bir başı bağlı məktub gəlib. Məktubu açıb gördü şeirdi. Bir nəfər naməlum şair belə yazmışdı. Fəzai eşqdə Məcnuna nisbət, nə düşübsən biyabana ay Səfər. Hansı leyli salıb dami zülfünə, gətiribdir səni cana ay Səfər. Mahtab tələtli kim vermiş verib, dərdinin dərmanın tapmamış təbib. Yar ilə aranı vuran səqrəqib, pərvanə tək oda yana ay Səfər. Yarın çox gözəldir, nə pünhanı var. Dövlətinin nə ədədi sanı var. Deyirlər ki, ancaq bir nöqsanı var. Məhəl qoymaz sən tək cana ay Səfər. Mirzə bu məktubdan çox dilgir oldusa da onu özündə saxladı. Axır vaxtlarda bu şeiri özü çox həvəslə oxuyardı. Mirzə Səfər kətdə ikən qızı Hacı Əbdüləzimin oğluna verdilər. Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Mirzə Səfərlə biz tanış olanda onun yaşı 45 ilə 50-nin arasındaydı. Özü də qəza dəftərxanasına qulluq eləyirdi. Rusca savadı az olduğundan ancaq işi mübəyyizlik idi. 25 manatda maaşı vardı. Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə onun bircə nəfər həqiqi dostu var idi, saatsaz Usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib Usta Zeynalın dükanında əyləşib onunla söhbət eləyərdi. Və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxardıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxardıb, divarın daşına dayayıb, ağacının başı ilə sındırıb və yeyə-yeyə getdi. Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə eləyərdi. Rus dilin bilmədiyindən tərcümələri də çox tuhaf çıxırdı. Başlardı. Usta Zeynal, gör şair nə gözəl deyib. Xoş əst badeyi gülgün, ba kebabı şikari. Zidəs saqi gül çöhrə dər kənarı buxarı. Nə əz bəhrini yoyi gül, bə pişət dəstə avürdəm. Zixubi laf mizət, gül giriftə bəstə avürdəm. Afərin şairə, deyib qozun ləpəsindən birin ağzına qoyardı. Usta Zeynal həmçinin bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı. Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair Mirzələr bir abbası, 6 şahı hər işə gələndən rüşvət alardı. Amma Mirzə öz maaşına kifayət edib 1 qəpik də olsun rüşvət almazdı və deyərdi.
Rüşvət almaq adamı qorxaq və gözü kölgəli eləyər. Rüşvət aldığın adamların hansını görsən gərək 2 qat baş əyəsən. Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət eləyərəm, bir kəsə ehtiyacım olmaz. Həmişə də baş uza gəzərəm. 25 manat məvacibim var. Ayda bir 10 manatda evə gəlib ərzə yazdıranlardan qazanıram. Bu da mənim başımdan girib ayağımdan çıxar. Mirzənin zamanında bazarda ucuzluq idi. Yaxşı qoyun ətinin girvənkəsi 4 qəpik, çörəyin girvənkəsi 2 qəpik, yağın pudu 4 manat idi. Mirzə qazandığı parayla dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə bir xana etina eləməzdi və deyərdi. Nə vaxt qapılarına çörəyə getsəm verməsinlər. Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, katibdən öz kağızından dolayı məlumat istəyir. Katib cavab verir ki, kağızın Mirzə Səfərdədir. Üzün ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir. Mirzə, mənim kağızımı mümkün isə yaz aparım. Dayan, bu saat yazaram, əlimdə özgə iş var. Bilirsiniz, mən Həsən ağanın qohumuyam. Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı. Doğrudan Həsən ağanın qohumsan? Doğrudan. Sən Allah Həsən ağanın qohumsan? Vallah doğru deyirəm. Sən Həzrət Abbas, Həsən ağanın qohumsan? Həzrət Abbas Haqqa Həsən ağanın qohumuyam. Deyinən sən öl Həsən ağanın adamıyam. Sən öl Həsən ağanın adamıyam. Belə isə gəlməyin mənim boynuma. Neyniyim Həsən ağanın qohumsan? Gözdə, vaxtında kağızın hazır olar apararsan. İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, telegrammaları qəbul eləyərdi. Bir gün növbət Mirzəyə gəlmişdi. Dəftərxananın səksisi üstündə əyləşib özünü havaya verirdi. Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar. Mirzə bunların birisinə əl elədi. A kişi, bura gəl, bura gəl. Kişi durub gəldi. Nə buyurursan Mirzə? Bir dil ki qəm düçarı ola, ağlar ağlamaz. Mən nə bilim ay Mirzə? Əndühi qüssə yarı ola, ağlar ağlamaz. Başına dönüm ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam. Doğrudur, avamsan. Bunlar gözəl sözlərdir. Get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın. Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi. Səfər, papağını götür buradan get. Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı. Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda papağımı qoyub getməyəcəm. Külahın satgilən xərci tüfeyli olma namərdə. Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə. Şeiri oxuyub bir növ rusca tərcümə elədi. Yoldaşları hamısı bir dillə naçalniklə xahiş elədilər ki, onun taxsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı. Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar. Mirzə Səfərin 2 oğlu Edadiyyə məktəbinin 5-ci sinifində oxuyurdular. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti xeyriyyə onun uşaqlarını dərs pulundan azad eləmişdi. Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcək. Pul verməsələr hər ikisini məktəbdən xaric edəcəklər. Sabah gün Mirzə naçalnikdən izin alıb məktəb müdürünün yanına getdi. Müdür dedi. Mən kənardan gəlmiş bir adamam. Başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil. Məlum olsa da mənim əlimdən bir iş gəlməz. Sizin oğlanlarınız hər ikisi yaxşı oxuyurlar. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiz. İş onun əlindədir. Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb. O da qeyzlənib cəmiyyət-i xeyriyyə iclasında deyib ki,
Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. İclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı. Ağa, Mirzə Səfər yazıq deyilmi? Biz hamımız onun vəziyyətinə bələdik. Bu zülmü onun haqqında gərək siz etməyəydiniz. Ağa cavab verdi. Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz? Nə adama itina edir, nə də salam verir. Güya bu adamların hamısı onun nökəridilər. Yəqin yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan cinovliklər kimi adamın yerin bilər. Mirzə Səfər məyus evə qayıtdı. Arvad ərinin halətinin pozğunluğunu xəbər alanda Mirzə dedi. Neyniyim ay arvad? Bugün sabah uşaqları məktəbdən xaric eləyəcəklər. Ondan sonra mən onların üzərinə nə gözlə baxacam? Həsən ağanın evi yıxılsın. Mənim evimi o yıxdı. Qəm eləmə kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki az-çox oxuyublar, çörəksiz qalmazlar. Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxartsalar acından ölməyə məcbur olacam. Həsən ağa kimi zalımın biri getdi, naçəlnikdən xahiş elədi, bir də görəcəksən papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin özümü öldürərəm. Mirzə iştahsız nahar yeyib yatmaq istədi. Hərçi çalışdı, yuxusu gəlmədi. Durub libasını geyinib getdi Usta Zeynalın dükanına. Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı. Mirzə, gözümə bir kef dəyirsən. Nə olub, xeyr ola? Xeyr olmamış nə var? Elə bir qədər bugün ovqatım təlx olub. Söylə görək. Nə söyləyim? Həsən ağanın evi başını uçsun. Gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın 15-nə dək 40 manat verməsəm, ikisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə 40 manat, ildə 80 manat eləyir. Mən bunu hardan düzəldim? Uşaqlar məktəbdən çıxardılsa mən vərəmləyib öləcəm. Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü. Mirzə Səfər neçə dəqiqə Usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi. Usta Zeynal, bu nə təklifdir mənə eləyirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım. Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar. Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb, gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü. Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqamət məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə Mirzə Səfər. Bugündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyarım. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir. İndi biraz da ağırlaşacaq. Mən də ki, saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumağına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininki mən çəkim. İldə 80 manat sənin üçün ağır yükdür. Amma 40 manat döy sındır düzəldərsən. Mənim də gücüm çatar. Mirzə Səfər Usta Zeynalın boynunu qucaqlayıb başladı üzündən öpməyə. Bir də Usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır. Ağlamaq lazım deyil Mirzə. Sən indiyə də heç kəsdən minnət götürməyibsən. Amma mən səndən 20 ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar? Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı 2 stəkan çay gətirib qoyub getdi. Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz. Mirzə çayçı bir qədər də Usta Zeynal'la söhbət eləyib gəldi evə. Ayın 15-də Mirzənin oğlanları 40 manat aparıb məktəbə haqqını verdilər. Mirzə Səfərin oğlanları ikisi də bir ildə məktəbi tamam elədilər. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzzi Usta Zeynal idi. Uşaqlar bir neçə gün dincələndən sonra bir axşam Mirzə Usta Zeynalı Şama dəvət elədi. Çörək yeyəndən sonra Mirzə üzünü Usta Zeynala tutub, Usta Zeynal, bu uşaqlar qutarıblar. Bunları belə qoymaq olmaz. Yarımçılıqdan fayda olmaz.
Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də indiyədək mənə bəqədri məqdur kömək edibsən. İndi bir tədbir lazımdır. Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzün tutub dedi. Ata, ayda 15 manat qardaşıma göndərə bilərsən? Yox, oğul, gücüm çatmaz. 10 manat bəlkə. Bəs sən? Mən bir belə fikir eləmişəm. Qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qutarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin 10 manatına ehtiyac olmadı. Bu məsləhəti hamı xoşladı. Bir gün Mirzə Səfər rasta bazardan ötərkən qulağına səs gəldi. Mirzə Səfər, Mirzə Səfər. Dönüb gördü ki, o səsləyən Həsən ağadır. Tacir Hacıqulunun dükanında oturub oradan əl eləyir. Mirzə Həsən ağaya tərəf getdi. Ağa, nə buyurursan? Hacıqulu, salam aleyküm. Həsən ağa dedi. Mən səni göz aydınlığı verməyə çağırdım. Eşitdim uşaqların məktəbi qutarıblar. Gözün aydın. Sağ ol ağa. Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır. Onları bir göndər yanıma gəlsinlər, bir söhbət eləyək. Nə üçün gəlsinlər ağa? Necə nə üçün? Məktəb qutarıblar. Ağsaqqala gərəkdirmi bir visit versinlər? Baxım görüm nəyə ləyaqətləri var. Bir əməlli qulluğa qoyum işləsinlər. Sən də bir qədər istirahət elə. Ağa, qulluğa qoymaq fikrim yoxdur. İstəyirəm uşaqlarımı ali təhsil almış görüb gözlərimi yumum. Ay kişi, sən bir kasıb adamsan. Ali təhsil görmüş uşaqları sən nə edirsən? Ali təhsilin ildə 1000 manatdan çox xərci var. Mən oğluma ayda 100 manat göndərirəm, yenə gördüm demir. Sənə varlılarla taraziyə girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat. Ağa, məsləhətiniz çox gözəldir. Ömrünüz uzun olsun. Siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. 3 il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır. Həsən ağanın rəngi dəyişdi. Nə demək istəyirsən? Bu eyhamların mənası nədir? Bir məna yoxdur ağa. Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vəgüzar ediniz. Nə vaxtı sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, baş ağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacıqulu. Mirzə Səfər getdi. Həsən ağa Hacıquluya. Görürsən Hacı, xalq nə pəyada qudurub? Hər qorqoduq özün adam cərgəsinə qoşur. Buna deyən gərək, ay qoturun biri, sən neynirsən ali təhsil görmüş oğlu? 2 oğlun məktəbi tamam edib, çox gözəl. Hərəsin bir işə qoy səni dolandırsın. Camaat gəldikcə qudurur, verdiyi cavaba bax. Həsən ağa ovqatı təx qalxıb getdi evinə. 2 aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saatda peşkək verdi. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyindən işləri gün-gündən tərəqqi etməkdə idi. Qardaşına nəinki artığınca pul göndərirdi, hətta ay-bay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu. Bahar fəslinin axırında Mirzə Səfərin oğlu Darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. 1-2 gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı. Mirzə Səfər, bir bura zəhmət çək. Mirzə gələndə onun əlini bərk sıxdı. Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlan oxşuyur. Ona deginən bir mənim yanıma gəlsin. Deginən əmin xahiş edir ki, sabah axşama çaya qonaq gələsən. Mirzə təəccüblə ağanın üzünə baxdı. Bilirsiniz ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm. Öz təklifini özü yaxşı bilir. Sən ona deginən, oğlun Avropa adətlərinə yəqin bələddir. Özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır. Baş üstə deyərəm, xudahafiz. Həsən ağa dübarə Mirzəyə əl verdi. Mirzə Səfər ölüm bəstərində idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba çalırdı.
Lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi. Əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və s. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı. Mirzə gözlərini açdı. Balalarım, yavuğa gəlin, əlinizi mənə verin. Oğlanlarının əllərini aldı əllərinə. Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm. Sizə mənim vəsiyyətim, ac qalsanız da Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onun tək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanarsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim, bu Usta Zeynalı həmişə ata gözündə görəsiz. Mən dünyada ancaq onda etibar gördüm. Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu. Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı, əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sərsəlamətliyə gəlib getdilər. Bu gəlib getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı, o adam Usta Zeynalı idi.